Salam dostlar, bugün sizə Dahao'nun multisensor texnologiyasını təqdim edəcəm. Onu da qeyd edim ki, videomuzu Dahao'nun Azərbaycandakı ekskluziv distributor olan Avisekin təqdimatında izləyirsiniz. Dahao'nun multisensor xətti daha geniş ərazini daha az avadanlıqla nəzarətdə saxlamaq üçün hazırlanıb. Bu məhsul xəttinə həm şəbəkə əsaslı IP kameralar, həm də HD CVI yüksək keyfiyyətli koaksial kameralar daxildir. Modeldən asılı olaraq müxtəlif qətnamə və korpus formalarında təqdim olunur. Hər bir multisensor kamera bir neçə 2 megapiksel sensorla təchiz edilib. Hər sensor sabit linza vasitəsilə geniş baxış bucağı yaradır. Kamera çıxışda bir neçə ayrı görüntü deyil, vahid görüntü təqdim edir. Bu isə o deməkdir ki, bir neçə standart kameraya ehtiyac qalmır. Nəticədə həm qurulum, həm texniki xidmət, həm də istismar xərcləri azalır. Multisensor kameralar smart infraqırmızı işıqlandırma texnologiyası ilə təchiz olunub. Bu texnologiya obyektin kameraya olan məsafəsinə uyğun olaraq infrared işıq gücünü avtomatik tənzimləyir. Obyekt kameraya yaxınlaşdıqda görüntü həddindən artıq işıqlanmır və detallar aydın şəkildə qorunur. Hər bir 2 megapiksellik sensor Starlight texnologiyası ilə təchiz olunub. Bu texnologiya zəif işıq şəraitində həssaslığı artırır və görüntülərin daha uzun müddətli rəngli qalmasını təmin edir. Şəbəkə əsaslı multisensor kameralar real video texnologiyasını dəstəkləyir. Bu, güclü işıq fərqləri olan məkanlarda belə balanslı və oxunaqlı görüntü əldə etməyə imkan verir. IP67 qoruma səviyyəsi kameraları həm daxili, həm də açıq məkan istifadəsi üçün uyğun edir. Kənar yaddaş üçün SD kart dəstəyi mövcuddur. SmartH 265 Pulse sıxılma texnologiyası isə yaddaş həcminə və internet trafikinə qənaət etməyə kömək edir. Multisensor şəbəkə kameraları daxili ağıllı video analitika funksiyalarını təqdim edir. Bax belə dostlar, bugün sizə Dahao'nun multisensor texnologiyasını təqdim etdim. Onu da qeyd edim ki, videomuzu Dahao'nun Azərbaycandakı ekskluziv distributoru olan Avisekin təqdimatında izlədiniz.